Firuz 1994-cü ilin martın 4-də anadan olub İsmaillər rayonunda. Firuzun 6-7 aylığında mən İsmaillər rayonundan çıxmışam. Rusiyanın Surgut şəhərinə getmişəm. Biz neçə illər orada yaşamışıq biz. Firuz 1-ci sinifə də Surgut şəhərində gedib. Orada 5-ci sinifə kimi Surgutda oxuyub. Gələndə də müəllimə məni çağırdı, dedi, sizdən xahiş edirəm ki, bu uşaq stomatoloq olmaq istəyir də. Bunu yəni boşa verməyin də, qoyun bu oxusun da, davam eləsin. Bu uşağın arzusudur. Yadımda necə qalıb o uşaq, çox vətənpərvər olub. Şagirdlərin içində seçilirdi. Böyüklərə hörmətlə yanaşırdı, müəllimlərə hörmətlə yanaşırdı. Qərara özü gəldi. Dedi Kiyevdə gedəcəm, Baqamolets adında Medinsk Universiteti var. Gedib özümü sınayacam orada. Sevinə-sevinə, qaça-qaça gəldi ki, mən universitetə qəbul olmuşam. Atam da getdi, universitetdə təlim-təslim elədi, bir 3 gün də yanında qaldı, sonra çıxdı, gəldi. O oradan Kiyevdən qutardı, gəldi. Burada verdi diplomun təsdiq elədilər onu. Bizi çağırdılar, təbrik elədilər. Gəldi, sonra getdi, götürdü klinikanı, orada klinikada yer götürdü. Təsadüfən mən otaqdan koridora çıxanda gördüm bir nəfər cavan oğlan utancaq bir formada koridorun yuxarı başında əlini belə salıb başını aşağı dayanır. Bir neçə nəfər də açığı dedi ki, bizim otaqda yer yoxdur işləməyə. Mən soruşdum ki, bu cavan oğlandan bəs bu nə istəyir? Dedi ki, işləməyə gəlmişdim, amma deyəsən burada yer yoxdur. Mən öz otağıma çağırdım, birini verdim ona, dedim bu gündən sonra işləyirsən mənimlə. O Polad Həşimovdan sonra o uşağın belə bir söndü də uşaq ki, nə danışırsınız siz? Deyir, dədə sən bilirsən generalın ölməyi nə deməkdir? Generalın şəhid olmağı nə deməkdir? Maşını saldı həyətə, qayıtdı dedi ki, çağırsaydılar biz də gedərdik. Elə ondan 1-2 saat sonra zəng gəldi ki, çağırırlar. Oktyabr ayının 4-də bizim istiqamə axşam idi. Hardasa saat 12-ni keçmişdi. Biz hərəkətə başladıq Füzuli istiqamətinə. Füzuli istiqamətinə hərəkət olduqdan sonra növbəti komanda Cəbrailə hərəkətimiz başladı. Bir nəticəsində təpədir. Təpəni aşağı düşəndən sonra yuxarı qalxırsan, düz ağacdır, bir dənə ağac. Ağacın altına mən özüm çatmamış, yəni güllələr atılır. Hardasa 8 metr qabağıma gəldi, minamyot mənim üçün düşdü. Biz məcburiyyətdən olaraq həmin ərazidən keçməliydik. Həmin ərazidə açıq bir ərazi idi. Yəni deyildiyi kimi də orada tək bir ağac var idi. Firuz da həmin vaxtı öndə oldu. Düşmənin artilleriya mərmisini ona yayılın bir atəş nəticəsində biz orada Firuzu itirdik. Səhər tezdən durdum ki, anası dedi ki, bəs gedək, dur gedək. Dedim, hara gedək ki, buraxacaq bizi. Dedi, dur gedək. Dedim, yox ki, gedək, hazırlar. Elə qapıdan çıxırdım ki, gedim maşını xotlayım, gəlim hərbi prokurorluqdan. Bax, həyətdən çıxanda zəng gəldi. Götürdüm, Hacı, bəli, süsü, bəli, Hacılı Firuzun atası, bəli. Mənə dedi ki, Firuz yaralıdır. Dedim, yaralıdırsa şükür Allaha. Salamatçı olsun, yaralıdırsa zərəli yoxdur. Akasya elə deyilmiş, Firuz şəhid olub. Getdim Füzulidə gördüm ki, Firuzu elə bir tapdı, bizi gözləyirlər. Mən dedim, gözləsinlər, gətirdi. Bir gündə bir evin qonağı saxladıq Firuzu. Mən şəhid ailələrin qarşısında baş əyirəm. Onlara Allahdan səbir diləyirəm. Biz getdik ki, gələcəkdə olan övladlarımıza bu hadisələr bir də baş verməsin. Dədəsi, mən, Firuz oturduq, xonada söhbət elədi ki, o birisi qardaş işləyirdi. Dedi, ay mama, necə xoşbəxt ailəyik. Bir də o söz məni elə yandırır ki. Valideynlərindən hamısına həm başsağlığı verirəm, həm təşəkkürümü bildirirəm ki, həqiqətən belə bir övlad böyütdülər. Minlərlə yaralı qazilərimiz oldu. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə də xeyirli şəfalar.
Yəni bundan belə ki, dövrümüz Azərbaycan həmişə sülh əmin-amanlıq içərisində olsun. Firuz çox qürurlu bal idi, çox qeyrətli oğlan idi. Müharibəyə gedəndə də deyirdi, arvad narahat olma, sən yaşadacaqsan.